Göz Nurum kanalını izleyen herkese salamlayıram. Kanalıma hoş geldiniz. Bugün sizlerle uşaqlar üçün corab tabanının toxunma qaydasını bölüşəcəm. Bu videomuzun ilk hissəsi olacaq. İkinci hissədə isə deməli corabımızın üst hissəsində toxunuş qaydasını bölüşəcəm. Bunun üçün istifadə etdiyim ip Tunç Favori milçə nömrəm 3. Və başlayaq toxumağa. Videoya keçməzdən öncə kanalıma abunə olmağı və videomu bəyənməyi unutmayın. Yorumlarınızı gözləyirəm. Önce ipimize ilme atırıq. İlməmizi balacalaşdırırıq və 17 ədəd zəncir çəkirik. Qeyd edim ki, 17 zəncir 3 nömrəli milçə ilə 1 yaş uşaq üçün yetərlidir. Toplam 17 zəncir çəkirəm. On 17 zəncirimi çəkdikdən sonra bu şəkildə tutub milçəmin başına ip alıram və 3-cü zəncirə batıram. 3-cü zəncirimə batıb yalançı trabzan toxuyuram. Bu şəkildə 3-dən 1 çıxıram. İp götürürəm, bir sonraki zəncirə batıram. Zəncirlərimiz bitənə kimi bu şəkildə davam edirik. Hər zəncirə bir yalançı trabzan. Sıfırdan toxunmağa başlayanlar üçün kanalımda dərslər var. Buyurub baxıb öyrənə bilərsiniz. Sıra sonuna kimi toxudum. Sıranın sonunda bir zəncirim qalıb. O zəncirin içərisinə 5 ədəd yalançı trabzan toxumalıyım. Bunun üçün öncə 2 ədəd yalançı trabzanı toxuyuram. Gördüyünüz kimi sonunda bir zəncirim qalıb. Bir və 2. 2 ədəd yalançı trabzanı toxuduqdan sonra işimi bu şəkildə fırladıram. Qısa ipim bu tərəfə dönəcək şəkildə. Gördüyünüz kimi qısa ip bu şəkildə qalmalıdır. Milçəmin başına ip alıb yenidən eyni yerə batıram. Qısa ipimi o biri tərəfə yetələyərək ip alıb çıxıram və 3-cü trabzanımı toxudum eyni yerə. Sonra bu qısa ipi götürürəm, əlimin altında yürütəcəm və gizlədəcəm. Bu şəkildə qoyuram əlimin altına. Baxın, trabzanların üstündən qoyuram, itəcək arada gizlənəcək. 3-cünü toxumuşam, 4 və 5-i də eyni boşluğa toxuyuram. 4 və eyni yerə 5-ci. 5 ədəd yalançı trabzanı eyni yuvaya toxuduqdan sonra zəncirimi sıxıram. Belə. Və bir sonraki zəncirdən bataraq davam edirəm. Sıra sonuna kimi yalançı trabzanlarımı toxuyuram. Bu qısa ipim də əlimdə mütləq qalır ki, gizlənsin. Bu şəkildə sıra sonuna kimi davam edirik. Sıramın sonuna çatdım. Sıranın sonuna çatdıqda burada gördüyünüz kimi bir ədəd trabzanımın üstü qalıb. Bu aranı dönmək üçün bu boşluğun içərisinə, son boşluğun içərisinə eyni yerə 3 ədəd trabzan toxuyacağım. Yalançı trabzan 3 ədəd. Baxın, son nöqtəyə. Bu şəkildə göstərim dəqiq olsun. Belə baxırsınız, düz şəkildə qalxanda son nöqtə. Bura 3 ədəd normal yalançı trabzan toxuyuruq. Bu şəkildə batdım. 1. Yenidən batıram. 2 və 3. 3 yalançı trabzan toxuduqdan sonra işimizi bu şəkildə geri döndəririk. Burada ilk başladığımız trabzan var. O trabzanın başına bataraq birləşdirmə edirəm sürüşdürmə ilə. Gördüyünüz kimi sıram bitdi və ilk yalançı trabzanın başına batıb ip alıb çıxdım. Sürüşdürmə ilə birləşdirirəm və bir zəncir çəkirəm. Keçirik ikinci sıraya. İkinci sırada öndə 5 dənə artırma elədiyimiz yerə çatana qədər hərəsinə 1 ədəd yalançı trabzan toxuyaraq davam edirik. Bu şəkildə ilk trabzanımızı mütləq şəkildə
Bu arada qeyd edim ki, sıranı həmişə qızlar itirirlər. Bunun üçün nə edirik? Birləşdirmə edəndən sonra zəncir çəkib ilməni genişlətdirik yeni sıraya keçəndə. Birləşdirmə yeri itməsin deyə. İpi doladım. Tam dibinə toxuyuram. İlk yalancı trabzanı tam dibinə toxuyuram. 1. İpi götürürəm. Bir sonrakına. 2. Hərəsinə bir ədəd toxuyaraq başdakı 5 dənə artırma elədiyimiz yerə qədər toxuyuruq. Deməli 5 dənə artırma elədiyim yerə çatdım. Yəni eyni yuvaya 5 dənə toxumuşdum burada. Bunu necə ayırırıq? Bunu düzgün şəkildə ayırmasaz corabınızın dabanı əyri şəkildə olacaq. Bunun üçün milçəni orta xətti var. Burada gördüyünüz kimi dümdüz bu orta xətt var. İlk başladığımızda zəncir çəkmişdik. Hansı ki 17 zəncir o zəncirlərimiz var burada tam ortada. Onunla bir milçəni bu şəkildə tuturam və ən başdakı nöqtəyə milçəmi keçirdirəm. Gördüyünüz kimi həmin xəttlə 1. Bu bizdə olur 3-cü nöqtəsi. Deməli, daban hissənin 3-cü nöqtəsi. Toplam 5 ədəd batmışdıq eyni yerə. Ondan 3-cü budur. İkisi bu yana, ikisi bu yana. Toplam 5 olur. Yəni birin tam ortaya düşür. Qalan 4 dənəsi isə 2 dənə, o 2 dənə yanlara düşür. İndi isə gördüyünüz kimi burada tam ortadan bu yana 2 dənə zəncirim qalıb. Bunlardan başlayacağım cüt toxumağa. O biri 5-ci deməli yalancı trabzana çatana kimi 1, 2, 3. Gördüyünüz kimi 3-cü tam bu 17 zəncirimlə düz düşür. Yəni üst-üstə düşür. 1, 2, 3, 4 və 5. 5 dənəyə toplam 2 dəfə batacaq, cüt toxuyacaq. Bu şəkildə orta hissəni ayıra bilərsiniz. Bir toxudum. İp götürüb eyni yerə ikincisini toxuyuram. Yenidən bir sonrakına ikincisini toxuyuram. Bu oldu 2 cütüm. 3-cü yuvaya 2 dənə toxuyuram. Eyni boşluğa 2 ədəd yalancı trabzan toxudum. 4-cü boşluğa batdım. Və 5-ciyə 2 dəfə. 2 dənə yalancı trabzan toxuyuram. 1, 2. Bu şəkildə toplam 5 dənə cütüm oldu. Cütlərimiz də gördüyünüz kimi V hərflərinə oxşayır. 1, 2, 3, 4 və 5. İndi sonda 3 ədəd qalana kimi, 3 zəncirimiz qalana kimi hərəsinə bir-bir toxuya-toxuya gələcək. Onu necə ayırırıq? Sonda ki biz burada 3 dənə eyni yerə batmışdıq, ora çatana kimi. Baxın, burada birləşdirmə yerim aydın şəkildə bilinir. Ondan qabaqda 1, 2, 3. Bu son 3 dənəyə cüt batacaq. İndi isə ora kimi hərəsinə bir ədəd yalancı trabzan toxuyaraq davam edirəm. Bu şəkildə yalancı trabzanla toxuyaraq davam edir. Sondakı 3 dənəyə çatdım və bu son 3 dənəmə cüt toxuyacağım. Hər boşluğa, hər trabzanın başına 2 ədəd. Gördüyünüz kimi eyni yerə 2 dənə toxudum. Yenə bir sonrakına eyni yerə 2 ədəd toxuyuram və sonuncu trabzanın başına da 2 ədəd toxuyuram. Bitdi. Sıram bitdi. Gördüyünüz kimi burada məndə birləşdirmə yerləri açıq aydın şəkildə bilinir. Və ilk toxuduğum trabzanın başına düz şəkildə milçəmi batıb, ip alıb çıxıram. Alıb çıxdığım ipi milçənin üzərindəki ipdən çıxardıram. İkinci sıram tam hazırdır. Keçirik 3-cü sıraya. Uşaq corabı toplam 4 sıradan ibarətdir. Hazırda 3-cü sıraya keçirik. Bir zəncir çəkirəm. Yenə deyirəm, yeni sıraya başlayanda ilməni genişlədirik ki, yeni sıraya başlayanda bilinsin birləşdirmə yeri. Bu şəkildə ilməni genişlətirəm və yalancı trabzanımı toxuyuram dibinə. Sırada deməli artırma etdiyimiz yerə kimi, baxın, burada açıq aydın şəkildə bilinir. V hərflərinə oxşuyur. Bu şəkildə 5 dənə cütüm olan yerə çatana kimi bura qədər. Hərəsinə bir ədəd toxuya-toxuya gələcəm. Hər trabzana bir trabzan.
Bu şekilde çatdım. Deməli cüt batdığım yerə bir daha göstərirəm. Cüt batdığım yerlər bilinir. Gördüyünüz kimi buradan yenə də ilk cüt batdığıma cüt toxuyacağam. Bir cüt bir tek olaraq davam edəcəyik. Burada deməli ilk 5 dənə toxumuşduq. İkinci sırada 10 dənə olmuşdu cüt batdığımız üçün. İndi bu 10 dənəyə baxın bu sonuncu V'yə çatana kimi bu hissəyə kimi bir cüt bir tek, bir cüt bir tek olaraq davam edirik. Bir cüt toxudum. İndi bir tek. Yeniden bir cüt. Bir tek. Bir cüt. Cüt. Eyni yerə, yəni 2 dənə toxuyun. Gördüyünüz kimi cüt, tek, cüt. İndi tek toxuyacağım. Bu şekilde indi cüt. Tek. Ve sonuncu cütü cüt toxuyuram. Burada cüt ilə başlayıb, cüt ilə də bitir. Gördüyünüz kimi sonuncu cütümə də cüt toxudum. Və dabandakı son 3 dənə artırma elədiyimiz yerə çatana qədər hərəsində bir ədəd yalançı trabzan toxuyuruq. Sonda cüt batdığım 3 dənəyə çatdım. Gördüyünüz kimi bunlar da bilinir. V hərflərini oxşuyurlar. Bu 3 dənə cüt oldu 6 ədəd. İndi onlara da yenə də bir cüt bir tek olaraq davam edirəm. İlk cütümə cüt toxuyuram. Bir sonrakına tek. Yenə bir cüt. Bir tek. Ve sonuncuya bir cüt. Ve bir tek. Sıram bu şekilde bitti. Gördüğünüz gibi birleştirme yeri de olduğu kimi bilinir. Yine de bakın bu şekilde ilk toxuduğum trabzan başına batıb sürüştürme ile birleştiririm. Bir zəncir çəkirəm, yine ilməmi genişlətirəm. Dördüncü və sonuncu sıranı toxuyacağım. Bunun üçün deməli bu sırada artıq heç bir artırma veya eksiltme işlemi olmayacaq. Bir sıra yalançı trabzan sırası toxuyacağım. Yani baştan sona kimi tam formada yalançı trabzanlar toxuyacağım. Bu arada online toxuculuq dərsləri keçirəm. Maraqlanan xanımlar istəsələr online dərslərimə qatılaraq deməli toxuculuğu öyrənə bilərlər. Sıfırdan başlayanlar əgər YouTube-dan çətinlik çəkərlərsə öyrənməyə dərslərimə qatıla bilərlər. Online dərslər haqqında məlumatı Instagram və TikTok səhifələrimdən yazıb maraqlana bilərsiniz. Belə. İndi isə keçək son sıramıza. Son sıramızda yenə ilməni genişlədirik. İlk mütləq şəkildə zəncirimin dibinə toxuyuram və qalanların hərəsinə bir ədəd yalançı trabzan toxuyuram. Sıranı başladıq, bitənə kimi yalnız hərəsinə bir ədəd toxuyuruq. Sıranın sonuna çatdım və yenə ilk başladığım trabzanın başına batıb sürüştürmə ilə birləşdirərək bir zəncir çəkirəm və artıq burada ipimi kəsəcəm. Corabımın tabanı hazırdır. Son sırada belə yığılma olacaq içə doğru. Bundan narahat olmayın. Normaldır. Çünki son sırada artırma etmədiyimiz üçün bu normaldır. Bu bizim corab tabanının ilk hissəsidir. İkinci hissədə üst hissəyə keçidir və corabın tamamını bölüşəcəm. Kanala abunə olmağı, videonu bəyənməyi və yorumlarınızı gözləyirəm. Hələlik sağ olun.